Abituriyentlər, bu gün sizlərə asetilen üçün vacib 2 reaksiya haqqında məlumat verəcəm. Bu 2 reaksiyadan biri asetilenin dimerləşməsi reaksiyasıdır. Digəri isə asetilenin trimerləşmə reaksiyasıdır. Burada nə baş verir? Deməli, dimerləşmə dedikdə adından da bəllidir. 2 molekul asetilen bir-biri ilə reaksiya daxil olur. Bu reaksiyada əsasən biz nəyə diqqət etməliyik? Katalizatora. Katalizatorumuz olacaqdır nə? Mis 1 xlorid və amonium xlorid. Bizim katalizatorlarımız bu olduqda asetilen dimerləşir. Dimerləşmə reaksiyasında bir tərəfi görürsüz vinil radikalı. Bir tərəfi isə asetilen olan birləşmə alınır. Biz bu birləşməyə vinil asetilen deyəcəyik. Vinil asetilenin içərisində 3 ədəd pirabitə var. 3 pirabitə olduğuna görə 3 mol özünə hidrogen və yaxud da digər maddələri birləşdirə bilər. Sonra vinil asetilenin 1 molu hidrogen bromidlə reaksiya daxil olduqda buradan biz xlorpiren almış oluruq və nəzərinizə çatdırım ki, bunun hidrogen xlorid 2 rabitə olan hissəsinə yoxsa 3 rabitə olan hissəsinə birləşir desəz, burada yadınızda saxlayın ki, ən çox doymamış olan hissədən birləşmə reaksiyası gedir. Sonra keçək trimerləşmə reaksiyasına. Trimerləşmə reaksiyası adından da bəllidir. 3 mol asetilendən istifadə edilir, yəni tri və buradakı katalizatorumuz isə olacaqdır aktiv kömür. Aktiv kömür üzərindən keçirilir asetilen. Bu sözü eşidəndə bilin ki, buradan benzol alınacaqdır.